Bu gün sizə Turner sindromu haqqında danışmaq istəyirəm. Turner sindromu haqqında qısa məlumat əvvəlki video saxlarda vermişdim. Amma nədir Turner sindromu? Demək 2500 xəstədə bir görülür və az çəki ilə doğulur bu uşaqlar. Əsasən X xromosomunun biri hissəvi və ya tam çatışmazlığı nəticəsində ortaya çıxır. Turner sindromu deməli yeni doğulmuş qız uşaqlarında nə baş verir? Bunlarda deməli andan gəlmə ürək qüsurları, andan gəlmə böyrək qüsurları, qalça çıxıqları, sonra əllərində, ayaqlarında şişkinlik, ödemlə özünü göstərir və bu uşaqlar irəli yaşlarda qısa boylu olurlar. Adətən məktəbli dövründə qısa boylu olmaqları, yəni qısa boyluluq daha bəlirgin ortaya çıxır. Bundan əlavə yelə boyun olurlar, yəni boyunları enli olur, döş qəfəsi enli olur. Adətən orta qulaq iltihabına daha tez rast gəlinir. Eşitmə kaybı, yəni eşitmənin itirilməsi deməli problemləri olur. Cinsi inkişaf dövründə isə ikinci cinsi əlamətlərin hər hansı birinin ortaya çıxmaması, aybaşı olmama, sonradan qısırlıqla nəticələnir. Onu nəzərinizə çatdırmaq istəyirəm ki, qısa boylu qız uşaqlarında mütləq Turner sindromu nəzərə alınmalıdır.